إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Elhamdülillah Allah Subhanahu ve Taala'nın müvəffəqiyyəti ilə biz Şeyx Zeyd ibn Muhammed ibn Hadi el-Madxali Rahiməllahın Əl-Minhəcül Qaviyyin fi Təəssü bir Rasulul Kərim sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaqda Doğru Minhəc adlı kitabından qaldığımız yerdən oxumağa başlayırıq. Biz keçən səfər elhamdülillah biz artıq Şeyx bizə Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələr haqqında, onların elmə necə dəvət elədilər, bu yolda necə əziyyət çəkdilər, ona toxundu və həmçinin təkrar olaraq Şeyx əzəmətli hədisi gətirdi ki, Allah Resulü buyurdu ki, alimin misalı, insanlara xeyir öyrədən alimin misalı hansı ki özün unudur. O alim ki, insanlara, o kəs ki, alim dedikdə bura hər kəs aiddir. Yəni o kəs ki, insanlara xeyir öyrədir, amma özün unudur. Yəni özü əməl etmir. Onun misalı kəməthəli sirac yudiyu linnəsi və yahruqu nəfsəhu. Şamın misalı kimidir. Hansı ki, özü işıq saçır, lakin özün yandırır. Onun misalı Şamın misalı kimidir. Və Şeyx davam edir ki, fəyənbəği liddəiyyə iləllahi ən yəkunə əvvəlil amilinə bimə yəd'u iləyhi min imtisal avamirillah. Dəvətçiyə, Allaha dəvət edən dəvətçiyə yaraşan budur ki, o Allaha olan dəvətində ilk əməl edən onun özü olmalıdır. Allah gözəl nəsihət edir. İlk əməl edən dəvətçinin özü olmalıdır. Nəyə ki dəvət edir? Etdiyi, danışdığı şeyə birinci özü əməl etməlidir. Allahın əmrlərini yerinə yetirməkdə ilk olaraq özü Allahın əmrlərini yerinə yetirməlidir. Allahın qadağan etdiklərindən, Rasulunun sallallahu aleyhi və səlləm qadağan etdiklərindən çəkinməkdə ilk olaraq dəvətçi özü çəkinməlidir. Və mutabiə Rasuluhu sallallahu aleyhi və səlləm fil aqidə vəl ibadə vəl muamilədə vəl əxlaq vəl suluk zahirən və batin. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaqda, əqidədə, ibadətdə, muamilədə, əxlaqda, davranışında, zahiri və batini hər bir şeyində Peyğəmbər sallallahu aleyhi və səlləmə ilk olaraq o özü ilə tabi olmalıdır. Dəvətçidən söhbət gedir. Hər birimiz dəvətçiyik, dəyərli müsəlmanlar. Hər birimiz evimizdə dəvətçiyik. Qohum, əqrabanın içində dəvətçiyik. Məhəlləmizdə, küçəmizdə dəvətçiyik. Şəhərimizdə, elimizdə, obamızda dəvətçiyik. Hər birimiz. Və ona görə də bu söz hər bir kəsə aiddir. وَقَدْ سُئِلَ بَعْضُ الزُّعَمَاءِ الْعَرَبِ عَنْ سَبَبِ إِسْلَامِهِ. Şeyx deyir ki, ona görə baxsan, bəzi ərəb alimlərindən onlardan deyir, soruşanda ki, sənin İslamının, yəni səbəbi nə idi İslama girməyində? Nə oldu səbəb? Onlar deyir, fəkənə cavabuhu, cavabında deyərlər ki, İnni vəcədtu Muhammedən sallallahu aleyhi və səlləm mə da'a ilə şeyin illə kənə əvvəlül fə'ilinə ləhu. Mən deyir, baxdım ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nəyə dəvət edirdisə, onu ilk yerinə yetirən onun özü idi. Muhammed sallallahu aleyhi və səlləm. Nəyə dəvət edirsə, onu ilk özü yerinə yetirirdi. Subhanallah. Və lə nəhə an şeyin illə kənə əvvəlül müctənibinə ləhu. Nədən də çəkindirirsə, nəyi də qadağan edirsə Muhammed sallallahu aleyhi və səlləm ilk olaraq özü ondan çəkinirdi. Fikir verin, yəni Allah Rasulü, dəvətçi, ey dəvətçi, nəyə baxmalısan sən dəvətində? Peyğəmbər sallallahu aleyhi və səlləmə dəvəti hardan öyrənirsən, hardan götürürsən? Rəsulundan, Muhammed sallallahu aleyhi və səlləmdən. Bax, ilk olaraq dediyi şeyə əməl edən o idi. Əməl etməsən bərəkət olmayacaq səndə. Və min huna, və buradan da bizə məlum olur ki, fəizə təəssəd dəiyyə bi Rasulihil Kərim sallallahu aleyhi və səlləm, dəvətçi Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olan, onu özünə örnək götürən dəvətçi, dəvətində əgər Peyğəmbər sallallahu aleyhi və səlləmə özünə nümunə götürərsə, onun buyurduqlarını əməl edərsə, o necə dəvət edibsə, o cür dəvət edərsə, Şeyx buyurur ki, o zaman onun ixlası, dəvət etdiyi şəxslərin üzərində deyir, təsirli olar.
Təsirli olur. O zaman sən özünə əməl edirsən deyə dəvət etdiyin adamda təsirli olacaq sənin dəvətin. Həmçinin şeyx buyurur ki, qəblərin qapısı onun üzünü açılar. Dəvətsə gəl özü ilk əməl edibsə. Əl-əzən, əs-sağiyə. Həmçinin gətirir şeyx, onu dinləyən qulaqlar ki var, onu eşidən qulaqlar, onun dediyin qavrayarlar. Və həmçinin nüfus tayyibə, həmçinin təmiz olan nəfslər onun gətirdiyi dəvəti qəbul edər. Onun gətirdiyi dəvəti qəbul edər. Və şeyx buyurur ki, salih izləri öz üzərində görünən, həqiqi imanın nuru ilə nurlanmış, diri olan qəblərdən əmr olan o mübarək deyir, əzalar həmin deyir dəvəti yerinə yetirər. Hansı ki, dəvəti eşitdiyi, dəvətçidən eşitdiyi sözləri dəvətçi özü əməl edir, ona görədir. Onda deyir, onun qəlbi qəbul edir, qulaqları yerinə yetirər, tələsər deyir, onun yerinə yetirməkdə. Allah bərəkət verir axı dəvətinə. O mütləq ona görə hər birimiz qalır. Nə deyirsən evində, qonşunda, hər birimiz dəvətçi dedikdə birinci əməl edəcəksən. Ki Allah bərəkət versin. Fəzallət munqadə lillahi rabbil aləmin. Və baxsan, görərsən ki, bundan sonra o əzalar ki var, Allahın, aləmlərin Rəbbi olan Allaha itaətə davam edir, deyir ondan sonra. Yəni, dəvət bərəkətli olar. Adam əməllərində davamlı olar. Kəmən yənbəğidir dəiyyə ilallah min zəkərin və unsə. Və həmçinin Allaha dəvət edən dəvətçi istər kişi olsun, istər də qadın. Dediyimiz kimi hər kəsə aiddir. Bu kişilərə də aiddir, evində dəvət edən və qadınlara da aiddir. Ana öz evində dəvətçidir. Balalarına dəvət edir. Ana öz evində dəvətçidir. Ata öz evində dəvətçidir, balalarına dəvət edir. Təbliğ edir Allahın dinini. Yaraşan deyir, odur ki, ən yənbəği dəvətuhur rəhimə aləl usəsis sərimə vəl qavaidil müstəqimə. Yaraşan budur ki, bu rəhimli dəvətin əsaslar, sağlam olan əsaslar və qaydalar üzərində qursun. Yəni, hər nə gəldi, olmur, yəni qardaş. Necə şeyx keçən dərsdə nə dedi? Dedi ki, Allah ibadətdə qulların öz başına bıraxmadı olar ki, gedin necə istəyirsə ibadət edin. Əksinə deyir, kitablar nazil etdi. Necə ibadət edəcəksən? Onu öyrətməkdən ötürü kitablar nazil etdi. O kitabları da başına bıraxmadı. Dedi ki, Rəsullar nazil etdi. Ki, o kitabı insanlara oxusun, başa salsın. İnsanlar doğru yolu düzgün geçsinlər. Ona görə də deyir ki, doğru qaydalar və əsaslar üzərində olmalıdır. وذلك بأن يبدأ في دعوته بدعوة أهله وإصلاح إنقاذ عشيرته من النار. Ona görə də dəvətçi deyir, ilk olaraq ailəsindən başlamalıdır. Dəvətini ailəsindən başlamalıdır. İlk olaraq öz ailəsini islah eləməlidir. Ən az islaha çalışmalıdır öz ailəsində. Sən hidayət verən deyilsən. Hidayəti verən Allahdır. 20 ildir, 30 ildir, 40 ildir, 50 ildir deyirəm. 70 il deyəcəksən, 100 il deyəcəksən. Ölüm sənə gələnə kimi. Hidayəti verən Allahdır. Şeyx deyir ki, ilk olaraq ailəsini islah etməyə başlamalıdır. Və həmçinin bununla da bərabər yaxın qohum əqrabasın Allahın əzabı olan cəhənnəmdən deyir qorxuzmalıdır. Çəkindirməlidir ki, Allahın əzabı var. Xatırlatmalıdır onları. İmtisalen li emrillah. Allah Subhanahu wa Taala'nın bu əmrinə tabe olaraq bunu yerinə yetirməlidir. Necə ki Allah Subhanahu Təhrim surəsi 6-cı ayədə buyurur ki, mübarək kəlamında uca Rəbbimiz: Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhellezine amanu qu enfusakum və əhlikum nara vəquduhan-nasu vel-hicara. Ey iman gətirənlər, Allah görün kimə səslənir? İman gətirənlərə səslənir. Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan cəhənnəmdən qoruyun. Sonra Allah Subhanahu deyir ki, aleyhə mələikətun ğilazun şidadun la ya'sunallaha ma amarahum və yef'aluna ma yu'marun. Hansı ki o cəhənnəm ki onun üzərində elə bir mələklər dayanıb ki, şiddətli ağrı verən, əzab verən elə bir mələklər Allah qoyub ki o cəhənnəmin üzərinə. Allaha heç bir vaxt asilik etməzlər həmin mələklər.
Mə əmrəhum və yef'aluna mə yu'marun. O mələklər ki, Allahın onlara verdiyi əmrləri yerinə yetirərlər. Subhanallah. Yəni Allahın əmrindən qırağa çıxmazlar. Elə bir mələklər qoyub Allah deyir o cəhənnəm üzərinə. Ondan qorxun, özünüzü və ailənizi qoruyun. Sonra Allah Subhanahu va Taala Şuara surəsi 214-cü ayədə buyurdu ki: "Və qala subhanahu və anzir aşiratakal aqrabin." Ən yaxın qohum əqrabanı qorxutcuna. Onları Allahın əzabı ilə qorxut. Muhammed sallallahu aleyhi ve sellem ayəni nazil elədi. Gör şeyx nə deyir? Və ba'da nuzul hazihi ayə, bu ayə nazil olandan sonra ba'da Nəbi sallallahu aleyhi ve sellem ilə tənvizihə aməlan və təşriyan. Peyğəmbər sallallahu aleyhi ve sellem ayə nazil olan kimi həm əməli, özü əməl etməklə, həm də şəri olaraq onu yerinə yetirməyə tələsdi Muhammed sallallahu aleyhi ve sellem. Fikir verin. Fənədə Qureyş. Fənədə Qureyşən fəammə və xassa. Və Qureyşi xüsusi olaraq və həmçinin ümumi olaraq hamıya səsləndi, hamını topladı bir yerə Muhammed sallallahu aleyhi ve sellem. Fələmmə ictəməu iləyhi qal. O zaman ki Qureyş Allah Rəsulunun ətrafında toplandı, Allah Rəsulları çağırdı. Çünki Allah Subhanahu deyir ki, ən yaxın qohum əqrabanı qorxutcuna xəbərdar elər onları. Allah deyir. Allah Rəsulu da buna əməl edərək fikir ver, Qureyşi çağırdı. Qureyş gələndə nə dedi onlara? Deyir ki, Allah Rəsulu səhih hədisdir. Ləv əxbartukum ənə xaylən turidən təxrucu aleykum min səfi həzəl cəbəl əkuntum musaddiqi? Sual verir. Mən sizə deyir, xəbər versəm ki, bu dağın arxasından sizi öldürməyə, yəni atlılar gəlir. Mənə inanarsınız? Allah Rəsulu deyir. Görün nə deyir Qureyş? Qalu, dedilər ki, Nəam, mə cərrabnə aleykə kəzibən. Bəli, biz səni yalancı olaraq tanımırıq. Subhanallah. Cəmaət onu yalancı olaraq tanımırdı. Dəvətçi belə olmalısan, yalancı olmamalısın. Səndə o sifət olmamalıdır. Qalə Allah Rəsulü o zaman dedi ki, fəinni nəzirun ləkum bəynə yədəy azəbin şədid. O zaman mən sizi şiddətli, ağrılı bir əzabla sizi qorxuzuram deyir. Allahın elə bir əzabı var, qorxun ondan. Fəqalə Əbu Ləhəb. Allah Rəsulü sözü söyləyən sonra Əbu Ləhəb nə dedi? Təbbən lək. Sənə ölüm olsun. Əbu Ləhəb dedi Allah Rəsuluna. Mə cəma'tənə illə lihəzə. Sən bizi buna görə toplamısan bura. Sümmə qamə. Sonra qalxdı, tərk elədi oran. Fənəzələt. Və ayə nazil oldu. Təbbət yədə Əbi Ləhəbi və təbb. Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Allah subhanahu dedi. Ayə nazil elədi. Mə ağnə anhu məluhu və mə kəsəb. Onun nə malı, nə də qazandığı ona fayda vermədi. Allah subhanahu ayəni nazil etdi. Və xassa sallallahu aleyhi ve sellem əfradən min qurabətihi. Və xüsusən də Peyğəmbər sallallahu aleyhi ve sellem öz yaxın qohumlarına səsləndi, yaxınlarına səsləndi, ən yaxın olanlara səsləndi. Nə dedi? Dedi ki, ya Fatimə binti Muhammed, ey Muhammedin qızı Fatimə, ya Safiyyətü binti Abdülmuttalib, ey Abdülmuttalibin qızı Safiyyə, ya bəni Abdülmuttalib, ey Abdülmuttalib oğulları. Lə əmliku ləkum minallahi şeyə. Mən Allah qatında sizə heç nə kömək edə bilmərəm. Heç nə. Mən Allah qatında sizə bir köməyim deyə bilməyəcək qiyamət günü. Səluni min məli məşitum. Məndən, mənim malımdan nə istəyirsə götürün, istəyin. Amma Allah qatında mən heç nə deyə bilməyəcəm sizə, özünüzü qurtarın. Və bə'də təbliğil aşirə və dəvətihim ilallah liyu'minu bihi və ya'malu bi şər'ihi və yutabi rasulihi. Və dəvətçi Allaha dəvət edən dəvətçi öz yaxın qohum əqrabasını Allaha dəvət etdikdən sonra onları Allaha iman gətirməyə, ona əməl etməyə, şəriətinə əməl etməyə, Rasuluna tabi olmağa dəvət etdikdən sonra yecib alə də'iyyə ən yəntəqil musriyan və musariyan ilə dəvətil xalq li ma'rifətil haqq vəl aməl bihi. Dəvətçi deyir, keçməlidir başqalarına. Keçməlidir Allahın digər qullarına, onlara dəvət eləməyə. Ailəni dəvət etdiyin qardaş, ondan sonraki var. Qonşular var, kəndin var, elin, oban var. Sən məsuliyyət daşıyırsan, məsulsan. Qiyamət ki Allah səndən soruşacaq. Niyə bilirdin demədin insanlara? Niyə bilirdin çəkindirmədin? Qiyamət ki hesab verəcəksən Allaha. Fi zəlikə minhəcil ənbiyə vəl mursəlin. Və bu işində mütərassimən o peyğəmbərlərin, rəsulların minhəcin özünə rəhbər tutmalıdır.
onların yoluna tabi olmalıdır. Muttabi'an li qavlillahi azza ve celle an enbiyaihi ve rusulihi. Və Allah subhanahu ve taala'nın peyğəmbərləri və rəsulları haqqında söylədiyinə tabi olmalıdır. Nə deyir Allah subhanahu wa taala Şuara surəsi 109-cu ayədə? Və ma əsəlukum alayhi min ecr. Allah subhanahu wa taala deyir: "Və ma əsəlukum alayhi min ecr." Mən sizdən bir mükafat istəmirəm. İn ecriye illa ala rabbil alamin. Mənim mükafatım alemlərin Rəbbi olan Allahın qatındadır. Allahın yanındadır. Və qavluhu azza və cəllə an nəbiyihi Şüeyb. Allah subhanahu taala peyğəmbəri Şüeyb haqqında nə söyləyir? Hud surəsi 88-ci ayədə. Buyurur ki: "İn uridu illal islaha mastata'tu." Mən bacardığım qədər sizi islah etməyə çalışıram. Yəni dəvətə çalışıram. "Və ma tawfiqi illa billah." Qazandığım uğur da yalnız Allahdandır. "Aleyhi tavakkaltu." Allah'a təvəkkül etdim. "Və ileyhi unib." Ona da Allah'a da üz tuturam. Şeyh buyurur ki: "Mustashiban fi davatihi rifq vel-leyn ve's-sabr ve'r-rahme vel-ihlas." Dəvətçi öz dəvətində, Allah'a olan mübarək dəvətində yumşaqlığı, rifqi, leyin, yumşaqlığı, səbri, rəhimli olmağı, rəhməti, ixlası özünə dost tutmalıdır. Yəni onunla bərabər olmalıdır. Mutahəmmilən mə yenəluhu min əzə. Və baş verən əziyyətlərə, düçar olduğu əziyyətlərə səbr eləməlidir. Amələn bi qavlihi Teala. Allah subhanahu wa ta'ala'nın bu sözünə əməl edərək. Nə deyir Allah subhanahu wa ta'ala? Ali İmran surəsi 200-cü ayədə. Buyurur ki: "Ya eyyuhellezine amanu." Ey iman gətirənlər, isbiru, səbr edin. Və sabiru, dözümlü olun. Dözümlü olun. Və rabitu, daim keşikdə olun deyir Allah. Vettaqullah, Allah'tan qorxun. La'allekum tuflihun. Bəlkə qurtulasınız. Bəlkə Allah sizi qurtardı. İkin olaraq şeyh buyurur ki: "Amelen bi vasiyyetil abd salih libnihi ve huve ya'izuhu." Kema qassallahu anhu fi sureti Luqman. Həmçinin o salih bir atanın, Loğman aleyhisselamın öz oğluna öğüt nəsihət edərkən, Loğman peyğəmbər ki öz oğluna öğüt nəsihət edərkən verdiyi, yəni həmin nəsihəti Loğman surəsində hansı ki Allah subhanahu wa ta'ala bizə həmin o qissəni nazil edib, hekayət edib, bu deyir, dəvətçi bu vəsiyyətə əməl eləməlidir. Loğman peyğəmbər öz oğluna deyir. Loğman surəsi 17-ci ayədə nə deyir? Ya buney, ya buneyyə, əqimis salah. Ey oğlum, namaz qılcına. Va'mur bil ma'ruf, yaxşılığa əmr etcinə. Vənhə anil munkar, pislikdən çəkindir. Çəkindir cinə. Vasbir alə mə asabəkə, sənə üz vermiş əziyyətlərə, müsibətlərə səbr etcinə. İnnə zəlikə min azmin umur. Həqiqətən bu əzim, əzəmətkar, yəni əzim tələb edən bir işdir. Ona görə sən dəvətçi, dəvətində əməl etməsən mümkün deyil, bərəkətli olmayacaq sənin dəvətin. Qayıya necə ki daş dəyir, yerə düşür, elə də insana dəyəcək, düşəcək. Bu qulağından alacaq, obisindən buraxacaq. Heç bir faydası olmayacaq ona, sənin etdiyin dəvətin. Ona görə birinci dəvətçi, ey dəvətçi, hər birimiz etdiyimiz dəvətdə birinci mən, sən, özümüz əməl eləməliyik. İxlas bax budur. İxlas budur da, əməl edirsən, sən özün əməl edirsən. Onda Allah Subhanahu bərəkət verəcək bizim dəvətimizə. Subhanallah və bihamdik və əşhədu en la ilahe illə ent və estəğfiruke və etûbü.